Döşəmə üçün styaşka makinası obyektə gətirilib. İsti döşəmə boruları da atılıb. Layihəmiz KNX əsaslı ağıllı ev sistemidir. Belə sistemlərdə isti döşəmə sensorlarının yerləşdirməsi də vacib hissələrdən biridir. Burada 8 zonalı isti döşəmə sistemi quraşdırılır. Həmin bu yerdə isə aktuatorlar olur. Sensor kabelləri bəzi yerlərdə digər zonalarının üzərindən keçdiyi üçün onların düzgün qorunması vacibdir. Burada gördüyünüz kimi kabellər əvvəlcədən qoruyucu borunun içində keçirilib, daha sonra isə əlavə istilik izolyasiyası ilə örtülüb. Bunun məqsədi betonun içində və isti döşəmə boruların yaxınlığında kabelin həddindən artıq qızmanın qarşısını almaqdır. Və bildiyiniz kimi kabel qızdıqda onun elektrik xüsusiyyətləri dəyişə bilər və bu da temperaturun sensorunun ölçülmələrinə təsir edə bilər. Biz də KNX sisteminin hər zonada temperaturu maksimum dəqiqliyə oxumasını təmin etmək çalışırıq. Buna da nail olmaq üçün sensor kabellərini ayrıca istilik izolyasiyası ilə qoruyuruq.